Qardaçıl 9 peyvəndi haqqında yenə məlumat vermək istəyirəm. Qardaçıl 9 peyvəndi HPV-yə görə aparılan peyvənddir. Bu bizi uşaqlıq boynu xərçəngindən qoruyan və gələcəkdə uşaqlıq boynu xərçənginə yox demək üçün ən düzgün seçimdir. Qardaçıl 9 peyvəndi 6 ay içərisində 3 doza vurulur. İlkin olaraq onu deyim ki, birinci dozadan sonra 2 ay sonrasında ikinci dozadır və ondan da 4 ay sonra üçüncü doza vurulur. Bu dəfə düzdür, pasiyentimiz biraz gec gəlib, amma çalışmalıyıq ki, düzgün dozalanma olmağı üçün normal vaxtında olsun. Biraz siz gecikmişsiniz. Və xüsusi şəraitdə saxlanılan bu peyvənd, yəni biz onu alıb da özümüz saxlamırıq, xüsusi apteklərdə, xüsusi şəraitdə saxlanılır və istədiyimiz vaxt, yəni bizə lazım olan vaxt sifariş veririk və əldə edirik. Bu peyvəndi, belə deyim ki, vurduqdan sonra bir gün ərzində yerli olaraq bir reaksiya hiss eləyə bilərik. Bu da yəni əlavə olaraq bir yan təsirimiz olmur adətən, buna görə narahat olmağına dəymir. İndiyə qədər nə qədər peyvənd etmişiksə, heç bir xəstəmizdə yan yəni təsirini görməmişik. Belə.